Uşaqlar salam. Test 27 izahına baxaq. Birinci tapşırıq törəmədir. İkincidən başlayaq. İkinci tapşırığı kim izah eləyə bilər? Müəllim. De. Ben deyim bölmə. Əlif Orada Səttin. birinci modda altını çölə çıxarırıq. Hı hı. Olur 6 vurulsun modulu x üstə gəl 6. Bəli. Digərlərini də ikinci mötərizə xaricinə çıxarırıq. Olur 2 vurulsun x üstə gəl 6 bərabər 72. Hı hı. Bu elə 4 vurulsun modulu x üstə gəl 6 bərabər 72-yə. Bəli. Oradan modulu x üstə gəl 6 eləyir 18. Bir dəfə x üstə gəl 6 olur 18. Bir dəfə də olur mənfi 18. X 12, bir də mənfi 24 olur. Cəmi də olur mənfi 12. Bəli. Modulu 2 dəfə açırıq sonda, çünki modulda 2 dəfə işarə dəyişə bilər içərisində. Mənfi 24. Deməli ki, də cavab dedin. 12 ilə mənfi 24. Köklərin cəmi də mənfi 12 oldu. Doğrudur. Üçüncü tapşırıq. Kimin izah edir üçüncü tapşırığı? Deyim müəllim. De Aysun. Deməli, orada kotanges mənfi x bölünsün 2 bərabər olacaq 1-ə. Çünki tangesi kotangesi çevirsək, o kotanges 69 olur. Tangeslə kotangesi bir-birinə böləndə cavab 1 edir. Gəlin bir də başa E, salım. Tangens 69 var ha burada uşaqlar. Bunu 90 çıxılsın 21 yazsaq, kotangens 21 eləyəcək. 21 Yoldaşımız da edir. deyir ki, bəli. Kotangens 21 ilə tangens 21 və kotangens 20. Bunların hasili 1-i verir. Bir də tangens buradan mənfini ötürür qabağa. Kotangens mənfini ötürür qabağa. Bəli. X bölü 2 bərabərdir 1-ə. Kotanges x bölü 2 də bərabərdir mənfi 1-ə. Ay, sağ ol. X bölü 2 bərabərdir. Kotangesi olanda pi-dən çıxırdıq da. Ark kotangesdir deyə. Elə onu Pi. yazım. Hı hı. Ark kotangens mənfi 1 plus pika. Hı hı. Hı hı. Sonra x bölü 2 bərabərdir. Ark kotangesi verəndə burada mənfi deyə pi çıxılsın pi bölü 4 olacaq. Çünki kotangens 1-i pi bölü 4-də alır. Mənfi olanda Bəli. arklar ark koşunusundan ark kotangesi. Mənfi olanda pi çıxılsından yazılır. Bəli. Aha. Cavabda da deməli hər tərəfi 2-yə vursaq, x bərabərdir 3 pi bölünsün 2 üstə gəlsin 2 pika y variantı. Gəlin x bölü 2-ni əvvəlcə tapaq. Pi bölü 4-dən, pi-dən pi bölü 4 çıxanda 3 pi bölü 4 plus pika eləyir. Hər tərəfi də 2-yə vursaq 3 pi bölü 2 plus 2 pika. Gəlsin 2 pika. Y variantı. Bəli, doğru cavab oldu Y variantı. Dördü mən deyim. De Zeynal. 14-ə qədər natural sadə ədədlər deyirsən. 14-ə qədər 6 dənə sadə ədəd var. 2, Say 3, görüm. 5, Hı -hı. 2, 3, 5, 7, 11, 13. Hı -hı. Burada olacaq 14-də 6, ixtisar edəcək qalacaq 7-də 3. Hı -hı. Yəni sadələr 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir, 13-dür. Ona görə 6 yazılıb. Bütün mümkün hallarda məxrəcdə olur. Doğrudur. 5-i deyim müəllim. De. Deməli, loqaritma sinus pi bölü 2 90-dır. Sinus 90-da 1 alır. 7 üstü 1 də 0-dır. 0 üstə gəlsin. Orada loqaritma 4 üstü 49-u 2 üstü 7 kimi yazıram. Loqaritma 7-də 64-ün 7-sindən həmin o 2-də 7-nin 7-si ixtisar edir. Loqaritma 2-də 64 olur. 2 üstü də 6, 64 olduğu üçün 0 üstə gəl 6, 6. B variantı. Biraz tez dedim. Deməli, bax, yoldaşımız deyir ki, 64-ü 2 üstü 6 yazaram. 49-da 7 üstü 2 yazaram. 6 ilə 2-ni atırıq qabağa. Düzdür? Hı -hı. Hə. Hətta burada istəyirsən 64-ü 4-ün kubu yazaq ki, aşağıda 4 var, ixtisarı qəşəng keçsin. 2 üstü 6 yaza bilərsiniz, 4-ün kubu da yaza bilərsiniz. 7 ilə 7 ixtisar gedər. 4 ilə də 4 4, ixtisar 2, gedər. 2 6. ilə 3 qalır 6. Düzdür? Bəli. Loqaritma 7-dən 1 də 0-a bərabərdir. Sıfıra Çünki bərabər. loqaritmanın bəli içərisindəki ədəd 1 olarsa, loqaritma 0-dır. 0-ın da üstünə 6 gələndə doğru cavab verir 6-nı.
Altıncı tapşırıq. Deyim müəllimə. De Aysu. 6-cıda x-in hansı qiymətinə ən böyük qiyməti alıb? Bunu törəməklə eləmişəm. Mənfi Elə. 6x üstəgəl 12 bərabərdir 0. Mənfi 6x bərabərdir mənfi 12-yə. X də bərabərdir 2-yə. Hı-hı. Bura problem yerinə qoymayacaq deyil. Ehtiyac Çünki yoxdur. x-in deyil. Deyir x-in hansı qiymətində? Ona görə cavab 2-dir. Əgər desəydi ki, ifadənin ən böyük İfadənin qiymətini desəydi, tap onda və ya ən qalsın. kiçik qiymətini tap, sənin dediyin kimi x tapıb aparıb yerinə qoya bilərdi. Çünki burada x istəyirsə x tapdın kifayətdir. Müəllimə Yetmiş yetirməliyəm. demədi nə? Kubun diaqonal kəsiyin sahəsi 16 kök 2 olarsa, kubun həcmi olur kök 2 a kvadratını 16 kök 2-yə bərabər eləyirik. Hı-hı. Burada a olur 4. Hı-hı. Kubun həcmindəki a kubu deyə 4-ün də kubu 64. Doğrudur. 8-i deyim. 8-i yaxınlaşdırma ekrana. Hı-hı. De. Burada əbob AB-ni 6 verib. A6K A6X olacaq. B-dəki Hı-hı. 6Y olacaq. Ay, sağ ol. 36 XY 180 isə XY-i 5 tapırıq. Demək, A, Burada da B-ni indi kitab bu bizə əbob 180 verib deyə A-nın yerinə 6x yazacaq, B-nin yerinə 6y Aha. yazacaq. Aha. 180, 36 XY 180, XY-dəki 5 alır. Hı-hı. Aha, Hasili bunlar 5 indi olur. qarşılıqlı sadə ədədlər olduğuna görə bunların hasili də əbobu. Hı-hı. Hasil yox, ortağa. Hə, o da ki ya x 5 olacaq, ya da y 5 olacaq. O biriləri də 1 olacaq. Hı-hı. E, A-nı tapdıq 6x, B-ni tapdıq 6y. O da ki A 30 olur, B-dəki 5 olur. İndi mən x-a 1 qoymuşam B-dəki deyə. 6 olur. Çaşdım Hə. onu. Olsun, A, fərqi A, yoxdur. A6, B-dəki 30. Olsun. Cəmidəki 36. Ay, sağ ol. Burada cəm dediyinə görə toplananların yerini dəyişəndə, yəni cəm dəyişmədiyi üçün yoldaşımız x Hə. y bərabərdir 5 deyir. Biz də bilmirik hansı 5. Hasil 5-dirsə nə bilək hansı vurub 5-dir? X 5-dir yoxsa y 5-dir? Ona görə bir dəfə x-a 1 5-dir, y-ə 5 deyək və ya tərsinə. Yəni eyni şey alınacaq cavab. Mən də götürürəm x-a 1 deyirəm, y-ə 5 deyirəm. Aparıb yerinə qoyanda a 6 olur, b 30 olur. Sonra da məndən cəmini istəyir 36. Doğrudur. 8-ci tapşırıq getdi 9. 9 törəmədir, işimiz yoxdur. 10-cu tapşırıq. Müəllim, İzah etməyənlərdən. Geçsən. 9-da cavab 2-dir ya 3-dür? Neçədə 9-da törəmədir. Bildim 2-dir ya 3-dür burada. 9-u deyirsən ki, sənin üçün törəməni tapaq. Deməli 2-də 1 x kvadratının törəməsində 2-də 1 qalır. X kvadratının törəməsi 2x-dir. Düzdür? Üstə görə 2x-in törəməsi 2-dir. Amma 1-in törəməsi 0-dır. Aparıb yerinə qoyanda, x-in yerinə 0 qoyanda 2-də 1 vuraq 2x getdi. Yerdə cavab qaldı 2. Amma buraxılışa düşmür bu. Sən 10-cu tapşırığı izah eləyə bilərsən? Yazmamışım bunu. Deyim Yazmamışsın. Məmməd. Diray. Burada o üstə gəlsin B çıxsın 3-yə bərabərdir 7, üstə gəlsin A, B-yi. A üstə gəlsin B-ni bərabər edirik 7-yə. Niyə? Niyə onu ona bərabər elədik? İzahını da ver. Çünki i'ləri bir yerə, yəni Çünki xəyali hissələr bərabər olur, həqiqi hissələr bərabər olur. Burada A plus B həqiqi hissədir. Bir də sağ tərəfdə də 7 həqiqi hissədir. Deməli, A plus B 7 imiş. Xəyali hissəmiz sol tərəfdə -3-dür, sağ tərəfdə AB-dir. Deməli, AB-miz də -3-dür. sonra A kvadrat üstə gəlsin B kvadratını atırıq. A üstə gəlsin B kvadratı çıxsın 2AB. Hı-hı. Sonra AB-ni aparıb yerinə qoyuruq 49. AB-ni də 49 çıxılsın 2 vurulsun 3. O da eləyir 49-un üstünə 6 gəlir 55. Hı-hı. Doğrudur. 11-ci tapşırıq. Müəllim. De, ümidlənə. 11-də deməli
Kök altında 8,1-i elə bir kvadratdan çıxartmışam. Elə Hı -hı. 8,1, 3 vurulsun 8,1 çıxılsın. Bu da kökün altında 4,81 eləyir. O da ki 2,9 kimi çıxardıram. 24,4 çıxılsın, 4,5, o da 19,8 eləyir A bəndi. Hı -hı, doğrudur. Həbibli Əli 12-nin izahını ver. Həbibli Əli Deyim. de. Ben burada 6 faktorial çıxılsın, 5 faktorial bölünsün, 4 faktorial olmur. Niyə 6 faktorialdır o? İzahını da ver. Böyük yuxarı yazırıq, aşağıda fərqi yazırıq. Fərqi də 0 deyə 6 faktorial yazırıq. Hı -hı. Və ya sağında da solunda da eyni. Əslində bu belə yazılmamalıdır. Yeni kitablarda 6-dan 6 yazılır da bu. O birisi də 5-dən 5 yazılır. Və mən burada 6 Bölünsün faktorial 4 faktorial. Bax, sağında da solunda da eyni rəqəm varsa, o faktorial olaraq elə olduğu kimi çıxır. 6 faktorial çıx, 5 faktorial. Bölünsün vursam. 4 faktorial. 6 faktorial çıx 5 faktorialdan ortaq vuruq 5 faktorialı çıxardaram çölə. Yuxarıda qalar 6 və 1. Altdan da 1-i çıxanda 5 eləyər. Aşağıda da 4 faktorial. 5 vurulsun, 5, 25. Bəli, 5 vuraq 5, 25. 5 faktorialı 4 faktoriala böləndə 5 eləyər. 5 5-imdə 25. Doğrudur. 13'ü deyim mənim. Maysə denən 13-ü. 13'de burada x'in yerine 1 koyacağıq. Orada 9 A üstü gəlsin 1 bərabər 243. 9'u da eləyən açanda 3'ün kvadratı kimi yazacağıq. 243-dəki 5'in 3 üstü 5 kimi yazacağıq. Bilməm. Orada 2 A üstü gəlsin 2 bərabər 2 A üstü gəlsin 2 bərabərdir 5. Orada da olacaq 2 A bərabərdir 3. Onlar da 3 bölünsün 1,5. Bəli, A da olur 1,5. Əsasları eyni olanda Mənim burada x 1-idi axı. Niyə 2 Hə. qoyduq yəni? 1 qoyduq. X-in yerinə 1 Hə, qoyduq. bildim. Əsmər, elə səsi açmışkən növbəti Yo, mən misal başqa sən. sual izah eləmək istəyirəm. Niyə? Pis o sual. Bu asandır da. Bir dənə Baxın. qabaqda var izah eləyəcəm. Yaxşı. 14-ü kim izah eləyər 14-ü? Standart sualdır. Çox görmüşük o sualdan. Görək kim var burada. Murad izah elə 14-ü. Dördüncü sualı deyir ki, müstəvidən 20 sm məsafədə yerləşən nöqtədən müstəviyə uzunluğu 25 sm olan mail çəkilmişdir. Mailin proyeksiyasını istəyir. Deməli 20 sm məsafədə çəkilibsə, deməli 90 dərəcə altında müstəvi ilə kəsişəcək. Mailin də uzunluğun 25 verib. Hipotenuz da 25-dir. 25-in kvadratından 20-in kvadratını çıxanda 15 qalacaq. Bəli. Pifaqor teoremi. 15-ci sual. 15-i. Asimanın səsini aça bilirsən, yoxsa Asimanın telefonda problem vardı deyəsən. Aça bilirsən Asiman səsi? Külay 15-i denə. Külay. Demək burada deyir A9 A9 37-dir, S12 də 324. Burada S12-ni A1 üstəgəl A12 bölü 2 vur 12 kimi yazırıq. A1 üstəgəl A12-yə A13 deyə bilərəm. Yox. Qəti. Onda səhv yazmışım. Yox, denə, sən denə, yavaş-yavaş başlayaq. A1 üstəgələ 12 bərabərdir. 12-ni 2-ni qısar apardım. 324-ü 6-ya böldüm. Neçə elədi? 54. Ay sağ ol. 54. Əlində A9-un var. Düzdür? Gəl A1-i A9-un açaq. A1-in yerinə A9 çıxaq. 8 desək olar. Düzdür? A12-nin yerinə A9 üstəgəlinsin 3 desək olar. Başa düşdün bunu? A9-ları kitab sizə 37 verib. 37 eləyəcək 74.
Çıxılsın. 8 deyin üstüne 3 deyə gələndə 5 deyir. Bərabərdir 54. 5 deyə bərabərdir. 74-dən 54-ü çıxırsan. 20. D də bərabərdir 4-ə. D-ni 4 tapdım. Əlində yenə də deyirəm, A9-un var. Səndən nə istəyir? A1 istəyir. A9 bərabərdir. A1 üstə gələk 8D. Yəni A9-un yerinə nə yazacağam? 37 bərabərdir. A1 üstə gələk. D-miz də 4-dür. 8-ə vuranda 32. Onda A1-imiz də bərabərdir 5-ə. Bildin? Bəli. Yaxşı. Onda keçək 16-ya. Hı. 16 asandır. Deyim mən yoxsa mən? De Məhəmməd. Oradan y-lər gedir, tərəf-tərəfə toplayırıq. 3x 9 olur, x 3 olur. Bəli, x X olur. 3 bizdən y 0 olur, bizdən x istəyir 3-ə bərabərdir. Ay, sağ ol. 17. 17-ni kim izah Mən edir? mən deyəcəm. Mən deyim. Əsmər. Hə. Burada sinüs kvadratı alfa bərabərdir 5 böl 12 olur. Sonra da bu kosinüs 2 alfanın da düsturu 1 çıxılsın 2 sinüs kvadratı alfadır. Sonra gətirib yerinə qoyanda 4 sinüs kvadratı alfa üstə gəlsin 2/5 çıxılsın 1 mötərizədə 1 çıxılsın 2 sinüs kvadratı alfa. Oradan sonra da toplama olur deyə 6 sinüs kvadratı alfa üstə gəlsin 1/5. O da sinüs kvadratı alfa yəni tapmışıq deyə gətirib qoyuruq yerinə. Oradan da tapırıq cavabı 4. 1/5. Bəli. 4 doğrudur. Sağ olun müəllim. Hə, uşaqlar cavabımız da oldu 4 doğrudur. Növbəti misala keçək. 18-ci sual. 18-i abin izah elə. 18-də deyir sinüs x-dən kosinüs funksiyalarını verib 0-90 aralığında kəsim nöqtəsini istəyir. Sinüs kosinüslər birinci nöqtə pi bölü 4-də kəsirlər 45 dərəcədə. Orada da kök 2 bölü 2 alır. Ay, sağ ol. Pi bölü 4-də deməli, yoldaşımız deyir ki, bu nöqtədə kəsirlər. Deməli, x-imiz pi bölü 4 olsa, cavabımız da kök 2 bölü 2 olur. Kitabda sizə o x oxuna qədər məsafəni istəyir. Buradan bura qədər məsafə ilə bura qədər məsafəyə bərabərdir. Axı, burada düz bucaqlı alınıb. Ona görə bu məsafəmiz də kök 2 bölü 2-dir. Doğrudur. 19. Aydın izah elə 19-u. Aydan. 19-da müəllim B3 açırıq. B1 vurulsun 2 kvadratı. Çıxılsın B1 vurulsun 2 üstü 4. B7-nin yerinə B1 vurulsun 2 üstü 6. Çıxılsın B1 vurulsun 2 üstü 8 yazırıq. Buradan ortaq vuruq çıxardırıq. B1 2 üstü kubu Kvadratı. Bu 2-dir. 2-ni nereye kvadratı. yazmışam? Aha. Burada da qalır 1 çıxılsın 2-nin kvadratı. Aşağıdan da B1 2 üstü 6-nı çıxardırıq. Orada da 1 çıxılsın 2-nin kvadratı qalır. Onlar da ixtisar gedəndə 1 bölünsün 2 üstü 4 qalır. 2 də 3 üstü mənfi 1 olduğu üçün 3-ün üstü 4 alınır. O da 81. Bəli, doğrudur.
Və yaxud da mən belə də eləyə bilərəm. Hər ikisindən yuxarıdan B3 çıx B5 deyil. Kiçiyi çıxardıram mötərizənin kənarına. B3-ü çıxardıram mötərizənin kənarına. 1 çıxılsın 2 kvadratı qalır. Aşağıdan da B7-ni çıxardıram mötərizənin kənarına. Yenə 1 çıxılsın 2 kvadratı qalır. Bunlar ixtisar gedirlər. B3 böl B7 də 1 bölünsün 2 üstü 4-dür. O da 3-də 1-in tərsidir. 3-də 1-in üstü 4-ün tərsidir. 20-ci tapşırıq. Deyim mi? De, Elvira. Mənfi 1 kiçik bərabərdir sinus 3x kiçik bərabərdir 1-ə. Sinus 3x-ın yerinə 2a qoyuruq. Hər tərəfi də 2-yə böldükdə mənfi 0,5 və müsbət 0,5 edir. Bəli, biz bilirik ki, sinusun qiymətlər çoxluğu 1 - 1 aralığında dəyişir. Bizim də qiymətimiz 2A-dır. Deməli 2A 1 - 1 aralığında dəyişirsə, hər iki tərəfi 2-yə böləcəm. Yoldaşımız deyir ki, -0,5 ilə müsbət 0,5-in arasında dəyişəcək A. Doğrudur. Yerin 1. Deyim mən. Seçin arı. Burada konsul doğranı 12 verib. Birinci mən konsul çəkək. Orada doğran deyəndə kənarlara 12 yazırıq. Müstəvi ilə 60 dərəcə bucaq əmələ gətirirsə, onda ora 60 yazırıq. Sonra bir dənə hündürlüyü indiririk. Hündürlüyümüz 6 köşkdə 3 olur. Çünki 60 dərəcənin qabağı, əgər 30-un qabağı 6-dırsa, 60-ın da qabağı 6 köşkdə 3. Hündürlük V-dəki, həcmindəki pi kvadratı h bölünsün 3-dür. Orada da cavabı yerinə yazanda 36 vurulsun, 6 köşkdə 3 bölünsün 3, 70-i köşkdə 3 eləyir. Elimizə 6 yazaq. Çünki 30 dərəcənin qabağında duran katil hipotenuzun yarısıdır. 36 vuraq 6 kökdə 3. Cavabın nə oldu? 70-i köşkdə 3. Bəli, 72 kökdə 3. Doğrudur, pis də var bölündə. Hatta pis. 22-ci tapşırıq. Abbas izah elə. Abbas. Heç izah eləməyənlər eləsin. Təkrarlananda yenidən başlayacaqsınız. Aha. X bölünsün Y bərabərdir. Aha. Bir kəsrə çeviririk onu. 90-da 24 eləyir. Sadələşdirdikdə 15-də 4 eləyir. 4Y bərabərdir 15x. X olur 4, Y olur 15. Sonra da hasildən istəyirək cavab 60 eləyir. Bəli. Sonda bizə qarşılıqlı sadə dediyinə görə Y-də X-in qarşılıqlı sadə olması üçün bizə bir ki, qarşılıqlı sadə edilir. İxtisar getmirlər. Deməli, Y 15, X 4. Başqa yolu yoxdur. Onların da hasili 60-ı verir. Bu ədədlərin hasilini istəyir. Doğrudur. 23-cü tapşırıq. Mən deyim. Aygül, Zeynal, Fatimə deyin. Burada deyir ki, torbada 6 ağ, 10 qara kürəciyi var. Təsadüfi çıxarılan 2 kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Məxrəcə kombinizon 16-dan 2 yazırıq. Çünki cəmi 16-dan kürəciyin 2 dənə çıxarılır. Sürətə isə bizdən ağ istədiyi üçün 6-dan, kombinizon 6-dan 2 yazırıq. Bunlarda ixtisar edəndə cavab 8-də 1 qalır. Demək, altdan 2-ni tapanda yuxarı 6 faktorial, aşağı 2 faktorial və fərqi. 16-dan 2-ni də tapanda yuxarıya 16 faktorial, aşağı 2 faktorial və 14 faktorial. 2 faktoriallar gedir. 6 faktorial 4 faktorialına böləndə 5, 6 eləyir. 16-nı da 14-ə böləndə 15, 16 eləyir. 5 ilə 15 ixtisar gedir 3, 3 ilə 6 ixtisar gedir 2, 8-ə 1 dedin cavabı? Bəli. Doğrudur. 24-cü tapşırıq düşmür imtahana. Əgər arqument görürsünüzsə, kompleksin arqumenti proqramda nə blokda var, nə buraxışda var, çıxarılıb. 25-ci tapşırıq. Əlövsət, izah elə. 25-ci tapşırıqda orada n-də 1 çıxsın, m-də 1-i eyni məxrəcə gətiririk. M vurulsun, m çıxılsın, m bərabərdir. -18-də 7. M çıxın, n çıxın, m-in əksi olduğuna görə -7 yazırıq ora. -7-lər gedir, n-m olur 18.
Sonra bizdən n kvadrat üstəgəl m kvadratını istəyirsə, mötərizədə n çıxısını m-in kvadratı üstəgəl 2m-in. Hı hı. Buradan n çıx m-in yerinə yazırıq 7. 10 kvadrat 49 üstəgəldə 2m-in. M-in yerinə 18 yazırıq. O da eləyir cəmi 85. Hı hı. Doğrudur. Aferin. Keçdi növbətiyə. Radiusu 2,5 olan santimetr olan dairənin diametrini tapın. Dairənin diametri radiusun 2 qatıdır. 5. Ehtiyac yoxdur buna. İkinci tapşırıq. İkincisini kim izah eləyər? İzah etməyənlərdən. Abbasov Məhəmməd. Eşitirsən Məhəmməd? Vüsal izah elə. Burada köşkləri cəmi 2a kvadratı çıxılsın 10-a üstənəsin 6-dır. Onun da Bölə əksini 3. götürürük. Bölə 3 bu çevrilmiş kvadrat tənlik deyil ha. 2a kvadrat çıxaq 10-a üstə gələk 6 bölə 3-dür köklərin cəmi. Amma sıfıra bərabər eləyəndə 3 sıfıra dəyir 0 olur deyə o 3-ün heç bir orada mənası olmur. Bəli. Aha. Və qabağında Mənfi mənfi olduğuna olmasa görə. Yenə qabağında mənfi olmağı sıfıra dəyər mənası olmur. Yəni belə deyək də qısacası bunu bir dənə sıfır olduğuna görə belədir ha. Kökləri cəminin sıfır edən a-nın ala biləcəyi sonra qiymətləri 2-yə cəmi istəyir. bölürük olur 5. A kvadratı Artı çıxaq. Bəli, kökləri cəmi də burada 5-dir. Doğrudur. Üçüncü tapşırıq. Mən deyim müəllimə. Dinərgiz. Burada loqaritma 4-dən 9 loqaritma 2-dən 3-dür. O birisi də topla loqaritma 2-dən 3-də 4. Aralarında toplama deyənə vurulur. 3 Bəli. vurulsun 3-də 4. Loqaritma 2-dən 4 o da 2. Bəli. Loqaritma 2-dən 4 də 2-yə bərabər. Doğrudur. Dördüncü təxmin edinə. Burada deyir ki, tam səthinin sahəsi 54. Aha. Kubun tam səthindəki kvadratı bərabərdir 54. A Aha. kvadratı bərabərdir 9. A-da 3 eləyir. Kimin Bəli. soruşur üstü. Biri də 3-dür. Doğrudur. Yusif. İzah eləyə bilərsən növbəti tapşırığı? Yusif. Yazmamışam müəllimə bunu. Onda Yox, Sübhan səhv izah eləsin. Sübhan izah elə. 5-ci sualda müəllim deyir ki, katedraların biri 4 santim, digəri katedrin ipənin üzərindəki proyeksiyası 1,8 olan düzbucalı tutanın sahəsini istəyir. Burada metrik münasibətlərə görə eləmişəm. Hı hı. Deməli 16 4-ün kvadratı, yəni 16 bərabərdir x vurursun, yəni y yapmışsınız. Hı hı. Y vurursun, y topla 1,8. Hı hı. O da eləyir 16 bərabərdir y kvadratı, yəni y kvadratı isə 1,8. Hı hı. Oradan da eləyir 1,8. Yəni cavab Deyəcək 3,12 cavab. Aferin. 3,12 eləyir. Ay sağ ol. O da 3,2. Düzdür. 25 eləyir. X 3-dür. Bizdən sahəni istəyir deyə 3 vur 4 böl 2 eləyir. Bəli. Bunu bir dəfə də elə burada işləmiş ya. Eyni misal 2 dəfə veriblər. 6-cı tapşırıq. Deyim müəllimə. De Nurdan. Deməli burada mənim loqaritma 1 çıxılsın loqaritma mötərizə 2 loqaritma x. Burada Hı hı. 1 üstü 0, yəni 1-ə bərabər olur. Hı Oradan hı. 1 çıx loqaritma, 2 çıx loqaritma x. Loqaritma 2 çıx x bərabərdir. Hı hı. Oradan loqaritma
X qalır, loqaritm x bərabərdir 1, oradan da x bərabərdir 10 üstü 1, yəni 10. Bəli. Mən də izah edeyim bir də. Bax uşaqlar, loqaritmanın cavabı 0-dırsa, deməli loqaritmanın içindəki ədəd 1-dir. 1 çıxılsın loqaritma bərabərdir 1-dir deyə birləri islah apardım. Qaldı loqaritma 2 çıx loqaritma x bərabərdir. Birlər islah getdi, yəni 0 oldu da, yerində 0 qaldı. Birdən 1 çıxdım, 0 verdi. Demək yenə loqaritma için cavabı 0-dır. Bu o demək ki, loqaritma içindəki ədəd yenə 1-dir. 2 çıx loqaritma x 1-dirsə, onda loqaritma x 1-ə bərabərdir. Çünki 2-dən nə çıxanda 1 edir? 1 çıxanda. Loqaritmanın da 1 olması üçün doğru cavab x-in 10 olması lazımdır. Həqiqətən də aparıb x-in yerinə 10 qoyanda loqaritma 11-i verir. 2-dən 1-i çıxıram 1, loqaritma 1 0 verir. 1-dən 0-ı çıxıram 1, yenə loqaritma 1 0 verir. Doğrudur. 7-ci tapşırıq. 7-ci tapşırıq şahidi izah edeyim mən onu. M ədədinin tərtibi 18 olarsa, deməli M yazıram. A vurulsun 10 üstü 18. Sonra deyir ki, bu ədədi -5-ə vur. Yəni A vurulsun 10 üstü 18-i 10 üstü -5-ə vur. Bu zaman üstlər toplananda A üstü 13 olacaq. A vura 10 üstü 13 olacaq. Biz də bilirik ki, ədədin tərtibi onun üstündə olandır. Onun da üstündə 13 olduğuna görə, deməli, yeni yaranan ədədin tərtibi 13 olacaq. 8-ci tapşırıq. Deyim mən. Müəllimə, mən deyim. De təxminən. Burada mənim sinus x-i 2-də 1 verib, bir də 90-dan 180 aralığında verir x-i. Sinus 2-də 1-i 1.30-da alır. 30 da 90-dan 180 aralığında daxil olmadığı üçün onun qonşusunu götürür 150-ni. Aparıb x-in yerinə qoyuruq. 9 üstə gəlsin, kotanges. 110 üstə gəlsin, 6-da 1 vurulsun 150. O da eləyir 9 üstə gəlsin, kotanges 135. 135-də də -1 alır. 9 üstə gəlsin -1, o da 8. Bəli, bu da ikinci rübdə deyə -1 alır. Cavab da eləyəcək 8. Doğrudur. 9. Deyim 9-u müəllim. Heç danışmayan kimi var. Mələk, buradadır Mələk. Zəhra, Məmmədova Zəhra. 9-u denə. Burada vurub atmışam. Hı -hı. 3 çıx 6-yı, üstə gəl i çıx 2-nin kvadratı. i-nin kvadratı -1-dir. 5 çıxılsın 5-i. Onun da kvadratları 5-in kvadratının üstünə 5-in kvadratını gəlirik kökdə 50. Hı -hı. Sonra bizə nə verib burada? 3 kökdə 2-ni də kökdə 50-yə vuranda 3 kökdə 100, o da 3 vurun 30. Bəli. Cavab olur 30. Doğrudur. Bir də bax, burada dairəyə aldığıma baxın. 2i kvadratı -2-ni verir deyə. Mənfiyə dəyər müsbət 2 olur. Qalan hər şeydə adi sadələşdirməklə gedir. 10-cu tapşırıq. Deyim müəllim. Deyim bil. Uzunluğu 15-dir. Eni də uzunluğunun 60%-dir. Hı -hı. 15-i %60-a vurub tapacaq da. O da qalacaq 9. Hı -hı. Və sahəsini istəyir. Neçə O da olacaq? 135. Bəli, 135. Doğrudur. 11-ci tapşırıq. Omarov Murad, buradasan? Yusif izah elə, Qurbanlı Yusif. Mənə deyir, əvvəl işin 70%, Hı -hı. sonra isə qalan işin 20% görüldü. Hı Da -hı. 170 olur da mənim 70%. Yox, 70% görüləndə 170 olmur. 70% görüləndə 30% qalır. 30% qalır, hə. Aha. 30% qalsa, qalan 30. işin 20% görüldüsə, 30 0 20 bölü 100 olur.
Yəni 36% görüldü. Və O 6% nə qədər gördü. sıx? Aha, Görülməmiş qalsa 30-dan da 6-cı sırada 24% görülməmiş qalır. bəli, bəli. Ya da ki, görülməmiş hissələri bir-birinə vurursunuz. Bəli. Deməli, 70% görülübsə 30% qalıb, 20% görülübsə 80% qalıb. Düzdür? 30-u 20-yə Bəli. 30-u 80-a vurub 100-ə bölürsən. O da eyni cavabı Bəli, verir. 24. Bəli. 12-ci tapşırıq. Müəllim. Müəllim. Hardaydın Murad? Müəllim səs açamıyordum. Bağlanmışdı. Yaxşı, izah elə 12-ni. Yazmışdı. 12-də çoxluqda burada birinci A ilə B-nin kəsişməsində olanları tapırıq. Hı. Formaslar. 6-dır, Hı. 8-dir, 9-dur, 10-dur. Hı. Sonra da bunlardan A-da elə bil A-da olub, bunlarda olmayanı tapırıq da. A-dan çıxırıq. Bu da A-dan nəyi çıxırıq? Hə, Murad. 12-ni izahını ver. orada kəsişdirdi 6, 8, 9, 10 oldu. Hı hı. A ilə B-nin kəsişməsində. Hı hı. A-da elə A-da olanlardan da bunu çıxırıq. 2 dənə qalır deyəsən, 3 ilə 7. 3 ilə 7. Sayı da olur 2 dənə. Doğrudur. 13-cü tapşırıq. Hansı deyim də müəllim? Deyim mi? Gülayda 13-ü. Kosinüs 62-də 1 alır. 2-də 1 vurulsun kosinüs 72, vurulsun kosinüs 18 çıxılsın. Sinüs 30-da da 2-də 1 alır. 2-də 1 sinüs 72, sinüs 18. 2-də 1 mötərizə xaricinə çıxardırıq. Olur kosinüs 72, kosinüs 18 çıxılsın. Sinüs 72, sinüs 18. Hı. Bu da düsturdur. Kosinüs alfa plus bettanın. Bu da Hı. kosinüs 90 eləyir. Kosinüs 90-da da 0 alır. Cavab 0 B variantı. Doğrudur. Düzgün. 14-cü tapşırıq. Muradlı Əli. 14 asanlı ilə özüm deyim, Əli sən növbətini deyərsən. 14 topla x böyükdür 17. X da böyükdür 3-dən. Deyir ki, ən kiçik natural həllin üzərinə 10 əlavə etsək. 3-dən böyük ən kiçiyə də 4-dür. 4-ün də üstünə 10 əlavə etsək 14 eləyəcək. Növbəti bu da asandır. Kvadratın tərəfinin uzunluğu 8 olan kvadratın perimetri uzunluğunu bilirik. 4-ə vurub perimetrini tapacaqsınız. 15-ci tapşırıq. Sahəsi 30 olan, hündürlüyü 3 olan rombun perimetrini tap. Əgər sahə 3-dürsə, sahə S bərabərdir AH düsturu ilə də rombda H-ımızı 3 verib, sahə 30 verib, tərəfimiz 10 olur. Onda rombun perimetri 40 olur. 17-ci tapşırığı izah elə. Əli. Sinüs kvadratı 32-ni 1 çıxılsın, kosinüs kvadratı 32 kimi açacaq. O da olar. Ya da ki, keçirdək sağ tərəfə. Sinüs kvadratı 32, üstə gəlməsin, kosinüs kvadratı 32. Çıx 2-də 1. 2-də 1. Nəyi verir? 1. Kosinüs Onda x bərabərdir 2-də 1. Aha. X da bərabərdir pi bölü sinüs plus k. Aha. 2-də 1-i harda alır? Kosinüs. Pi bölü 2-də 60-da. Bəli. Plus 2 pi k. Tənliyi həll edin, yəni elə bu şəkildə də qalır. 18-ci uşaqlar 36-dan 6 çıxır, 3-ün üstünə 6 gəlirəm 9, 9-dan da 3 çıxır. 19. 19-u mənə Elçin izah eləsin. 19-cu sualın Aha. 2 üzərinə 3 i üzərinə gəlsin. Burada vururuq da bir-birinə. 2 üzərinə 3 i üzərinə gəlsin. 8 üzərinə 4 i çıxsın 4 i. Çıxsın 2 i kvadratı olur. Sonra 2 üzərinə 3 i üzərinə 8 topla 2 eləyir. O da 12 üzərinə 3 i olur. Deməli, bax, 2 üstə gələ 3-ünü yoldaşımız deyir ki, saxlayırıq. Digəri 4 çıx 2-ni 2 topla i-yə vururuq. Olur 8, topla 4i, çıx 4i, çıx 2i kvadratı. 4 i-lər islah gedir. 2i kvadratı mənfi 2-ni verir. Qabağındakı mənfi də onu müsbət 2 eləyir. Burada da eləyir cavab plus idi. 2, 8, 10, 12. 12 üstə gəlinsin 3i.
Elçin, sən sonda nə dedin? 12 üzərilənsin 3i. Ay sağ ol, doğrudur. Tez-tez dedin deyə. Mən yazana qədər dedim, qurtardım. 20-ci sualı. Mənə Fatimə, Muradlı Fatimə izah eləsin. 20-də deyir ki, hündürlüyü 2, doğranı 2/5 olan konusun ox kəsiyinin sahəsini tapın. Burada Pifaqor teoreminə görə radiusu 4 tapırıq. Ox kəsiyinin sahəsində düsturu 2RH-dır. Ay sağ ol. Üç bucağın sahəsidir də. 2RH böl 2. Düz adi üç bucağın sahəsi necə tapılır? Oturacaq vuraq hündürlük böl 2. Neçə almısan? Burada da yəni 4 vurulsun 2. Bu da 8. Bəli. Bəli. Konusun ox kəsiyinin sahəsi, yəni ox kəsiyi də bərabər yanlı üç bucaq olduğuna görə oturacağımız var, hündürlüyümüz var. AH böl 2 olacaq da düsturumuz. A-nın da yerinə 2 durur. Doğrudur. 21-ci tapşırıq. Kim izah edər 21-i? Asandır 21. Emil izah elə, Əliyev Emil. Əliyev Emil. 21-i Bəli. düz bucaq təpəsindən çıxan şüşağı onu bir digərini 20 dərəcə böyük olan iki bucağa bölür. Kiçik bucağın dərəcə ölçüsünü birini x deyirik, o birisini x plus 2 deyirik. 20 deyirik. Axı düz bucaqdır. 2x üstə gələ 20 nəyə bərabər olmalıdır? 2x bərabər. Bəli, 70-i böləndə 2, 35. Kiçik bucağı istəyir səndən. Kiçik bucağı istəyir səndən. İstəyir, o da 35 olur da. Bəli, doğrudur. 22-ci sual. İstəyir 30. Bəli. 22-ci sual. Sən izah elə 22-ni. Mən burada bir dəfə olduğu kimi olurdu. Ay sağ ol. İstəyirsən 2 qat bərabərsizliyi ilə yazaq. 10 çıx 3x mənfi 5 ilə müsbət 5-in arasındadır. Düzdür? Hər tərəfdən 10 çıxıram. Hər tərəfdən 10 çıxdım. Oldu mənfi 15 və mənfi 5. Hər tərəfi mənfi 3-ə bölürəm. Mənfiyə böləndə kiçikdir işarəsi böyükdür olur. 5 böyükdür. X böyükdür. Mənfi yox, burada müsbət olacaq. 3-də 5. Deməli, x 3-də 5-dən böyük, 5-dən kiçikdir. Və bunların arasında yerləşən tam əllərin hasilini istəyir. 3-də 5-dən böyük, 5-dən kiçik hansı ədədləri tanıyırsan? 2, 3, 4 olacaq. 2, bəli, 3, 4. Hasili 24. Müəllimə 23 mən deyim. Deməli, Burada 3-ün üstü x üstə gəlsin. Bu 3-ün üstü x üstə gəlsin. Biri müəllimə 3x vurulsun 3 kimi yazmaq olur. O da 36-ya bərabər olur. 3x-i çıxardığında 1 üstə gəlsin. 3x 36, 4-ü bölən 9. X da 2. 24-cü tapşırıq. Tərəf-tərəfə toplayırsınız uşaqlar. 5x bərabərdir 15. X-i tapıram 3. Aparıb yerinə qoyuram. 9 birincidə yerinə qoyuram. 9 çıxar y bərabərdir 7. Y-i də tapıram 2. X çıx y istəyir. 3-dən də 2-ni çıxıram 1. 25-də də deyir xətti ölçüləri 3, 4, 18-dir. 24-ü mənə görüm kimə deyim izah eləsin. İlkin 24-ü izah elə, 25-i izah elə. Deyir ki, müəllim, xətti ölçüləri 3 santim, 4 santim və 18 santim olan düzbucağı paralellepipedlə eyni böyüklükdə olan kubun tilini tapaq.
Birinci düzbucaqlı paralelogramın həcmini tapırıq, yəni bir-birinə vururuq. Sonra onu kubun həcminə bərabər eləyib orada tiyun tapırıq so. Neçə yer? 3, 4, 12, 12, 18-ə varanda 216 edir, düzdür? A-nın kubu bərabər 216, A-da 6. Bəli. Vəssalam. Kubun da tili oldu 6. Vəssalam uşaqlar. Sınavlar asan idi, tez bitdi. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim.